Salam, hər birinizi xoş gördük kanalıma. Başımdan da salam verdim. Çox enerjiliyəm. Ən sevdiyim bölmələrdən birinin izahı ilə qarşınızdayam. Videonun başlığına keçməzdən öncə onu qeyd edeyim ki, elə videonun başlığı demişkən, video başlığında əlaqə nömrəmi qoymuşam. Ödənişsiz şəkildə yay dərslərində iştirak etmək istəyən hər kəs mənimlə əlaqə saxlaya bilər. İyun, iyul, avqust aylarında 3 ay pulsuz dərs keçəcəm. İstəyir ədəbiyyatdan, istəyir Azərbaycan dilindən, kim qoşulmaq istəyirsə yazsın. Çox keçmədən başlayaq. Çox uzatmaq istəmirəm. Leksika. Dilin əsas vahidi sözdür. Sözlər leksikanın açarı hesab olunur. Leksika Yunan sözü olub, lexikos söz, təlim, lexikos söz, lüğət, logos isə elm, təlim deməkdir. Biz burada sözün başına nə oyun açacaqsa, hamısı olacaq leksikanın predmeti, yəni mahiyyəti. Video çox uzun olmasın, çox şeydən danışacağıq. Deməli, mən leksikanı 3 hissədə çəkəcəm. Bu birinci hissəsidir. Leksik və qrammatik məna. Sözün birbaşa ifadə etdiyi mənası əslində leksik mənası sayılır. Sözün leksik mənası, yəni tutalım ki, bıçaq sözünü götürək. Bıçaq sözü deyəndə biz nəyi nəzərdə tuturuq? Nə gəlir bizim gözümüzün önünə? Kəsmək üçün olan bir vasitə. Dəftər, yazı yazmaq üçün olan bir vasitə. Kitab, oxumaq üçün bir vasitə. Aydındır, qələm. Dəftər, yəni yazı yazmaq üçün, yəni üzərində nəsə yazılmaq üçün olan bir vasitə. Qələm, yazmaq üçün bir vasitə. Budur leksik mənası sözün. Var sözün leksik mənası, bir də var qrammatik mənası. Sözün leksik mənasını bildik. Sözün leksik mənasını bəs biz hardan bilərik ki, bunun leksik mənası var, yoxsa yoxdur? Yəni tutalım ki, testdə bizə bir söz verərlər. Mən hardan bilim ki, o leksik mənalı sözdür, yoxsa qrammatik mənalı sözdür? Aha. Bunu öyrənməyin 4 yolu var. Birincisi, verilən sözün xüsusiyyətlərini sadalamaqla. Mən sadaladım artıq bayaq. Bayaqki nümunələr hamısı buna misal ola bilər. 2. Verilən sözə yaxın mənalı söz tapmaqla. 3. Əks mənalı söz tapmaqla. 4. Əgər söz düzəltmə və yaxud da mürəkkəbdirsə, sözü hissələrə parçalamaqla. Sözə yaxın mənalı söz tapmaqla, məsəl üçün, qohum, qardaş, oğul, uşaq, toyuq, cücə və s. Əks mənalı söz, dost, düşmən, böyük, kiçik və s. Yəni əks mənalı sözlərin hesabına. Bir də sonuncu qayda nə dedim? Düzəltmə və mürəkkəb sözlərdirsə əgər sözü hissələrə parçalamaqla sözün leksik mənasını öyrənmək olar. Nə deməkdir bu? Yəni dördüncü qayda dildəki bütün sözlərə şamil edilməyəcək. Sadə sözlər istisnadır. Ancaq düzəltmə və mürəkkəb sözlərə aid ediləcək. Məsələn, yazaq əməkçi, bunları silməyəcəm hələ. Əməkçi. Sözün kökü var və leksik şəkilçim var. Bir də yazaram, dəvə dabanı yazım. Mən nə dedim dördüncü qaydamda? Dedim ki, söz, bir dənə də nə yazım? Bir dənə də sadə söz yazım. Deyim, nə deyim? Anbar yazım. Mən dedim ki, əgər söz düzəltmə və mürəkkəbdirsə, həmin sözü hissələrə parçalamaq olar. Bax, parçalayıram. Sözün kökü də var, şəkilçisi də var. Baxın, bu oldu düzəltmə. Baxın, iki sözdən ibarətdir. Dəvə və daban sözündən yaranıb. Dəvənin dabanı. Orada indi ismi keçəndə bəzi şeyləri izah edəcəyik. Yəni, düzəltmə və mürəkkəb sözlərə dördüncü qaydamız aiddir. Hansı qaydamız? Sözü hissələrə parçalamaq qaydamız. Amma sadə sözləri heç bir şəkildə parçalaya bilmirəm. Oldu mu? Bu da oldu belə. Sözün qrammatik mənası, bir-iki cümlədə bundan deyək, elə də əsas deyil. Necə əsas deyil? Yəni, leksik mənaya baxanda qrammatik məna rahatdır, ona görə. O mənada. Sözün qrammatik mənası əslində nitq hissəsi kimi sözün hansı nitq hissəsinə malik olmağı, cümlədə rolu, məsəl üçün, bir sözün, yəni cümlədə sintaktik vəzifəsindən burada söhbət gedir. Bir dənə də cümlə üzərinə onu izah edeyim. Tutalım, deyirəm ki, bir qırmızı qələm. Artıq burada verilən obyektin sayı, rəngi, nitq hissəsinə mənsubluğu, cümlədəki vəzifəsi və s. hamısı nəyin işidir? Qrammatik mənanın işidir. Planıma bir dənə quş qoyuram, leksik və qrammatik mənadan danışdıq. Çox gözəl də plan yazmışam. Sözün həqiqi və məcazi mənası. Sözün ilkin əsas mənası onun həqiqi mənası adlanır. Həqiqi mənaya dominant mənada deyilir. Yəni, sözün deyən məna həqiqi mənadır. Məsələn, nə deyək? Məsələn, deyək, 8, 7, 8, 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
Məsələn deyək, nə deyək? Xalça və s. Yəni 8 bir dənə mənası var ki, sayı bildirir. Vəssalam. Bu oldu sözün həqiqi mənası. Həqiqi mənanı hər halda hamımız rahat tapırıq. Bizim əsas işimiz, əsas işgəncəmiz məcazi mənadadır. Məcazi məna sözün qazanmış olduğu törəmə mənasıdır ki, sonradan qazanır. Yəni sonradan görmədir də bu. Belə deyək. Aha. Bir söz həm həqiqi, həm də məcazi mənaya malik ola bilər. Amma onu deməzdən öncə məcazi mənalı bir dənə söz deyək. Məsəl üçün nə deyək? Tutalım ki, xasiyyət, yüngül xasiyyət. Yüngül sözü. Məsəl üçün deyirəm ki, yüngül top deməyim də, daha rahat bir şey deyim. Top zaten yüngül olur. Yüngül yastıq, bu oldu həqiqi mənada, düzdürmü? Onun yüngüllüyünü görə bilirəm, qaldıranda hiss edirəm. Bir də deyirəm ki, yüngül xasiyyət. Yüngül xasiyyət olar. Yəni yüngül xasiyyət belə boş boğaz, sözün yerin yurdun bilməyən bir insanlara daha çox deyilir ki, hansı ki çevrəmizdə en qədər var. Hamısını bir-bir çıxartmaq lazımdır həyatdan. Daha sonra yazmışam yüngül və düşməz sözləri. Yüngülü dedim. Yəni yüngül sözü yerinə görə həm həqiqi mənalı ola bilər, həm məcazi mənalı ola bilər. Düşmək sözü. Məsəl üçün, düşmək var getmək mənasında, bir də var deyəcəm, nümunə üzərində izah edeyim, beynimiz getməsin. Var məsəl üçün yola düşmək, getmək mənasında. Burada olur məcazi məna. Deyirəm ki, yola, nə bilim, 2 nəfər yola düşdü. Elə ki, kimisə yola tullayıb atmırsan, o mənada necə ola bilər yola düşmək? Bir də deyirəm ki, top yola düşdü. Burada olur həqiqi məna. Topu da görürəm, top düşür yola, gedir öz-özünə. Bu belə. Sonra yenə həqiqi məcazi mənalı sözlər yazmışam. İsti sözün yenə eyni şəkildə işlədə bilərik. İsti münasibət olanda olur məcazi, isti su olanda olur həqiqi. Yenə deyirəm, ümumiləşdirirəm. Yüngül adam desə, məsəl üçün bizə yüngül adam ifadəsi versə, yüngül adam həm həqiqi mənalıdır, həm məcazi mənalıdır. Çəkicə yüngül adam desə, gözlə görürəm də düzdə olur həqiqi məna. Yüngül xasiyyətli mənalı desə, olur məcazi məna. Vəssalam, şüddamam. Öz adımda yazmışam. Sözün leksik, qrammatik mənası, həqiqi və məcazi mənasından danışdıq. Gəldik tək mənalı və çox mənalı sözlər. Sözün yalnız bir mənası varsa, olur tək mənalı sözlər. Bir leksik mənanı ifadə edirsə, bildirirsə, olur tək mənalı sözlər. Eyni bir leksik məna ilə bağlı sözün 2 və daha çox, yəni müxtəlif versiyaları, mənalı tayları varsa, olur çox mənalı sözlər. Tək mənalı sözləri biz yəqin ki, problemsiz şəkildə bilərik. Elə bu 8 xalça və s. tipli sözlər həm həqiqi mənaya aid ola bilər, həm tək mənalı sözlərə nümunə ola bilər. Çox mənalı sözlərdə isə, sözün əsas mənası ilə yanaşı, başqa bir məna tayları da olur. Məsəl üçün, göz sözü, göz. Bunu burada saxlayıram, bir dəqiqə vaxtınızı alacağım. Yəqin ki, ekran görüntüsünü almışsınız. Almamışsınızsa bir dənə mən çəkilim kənara. Bunları da təmizləyim, sizin işiniz rahat olsun. Bir dənə mən çəkilirəm kənara, çox qısa bir ara verirəm. Ekran görüntüsünü bir dənə alaq. Yəni bu hissələr lazımdır, bu və bu. Yəni bunlara elə də fikir verməyin. Aha, yəqin ki, aldım. Bunlar testlərdə bizə düşən sözün leksik mənasına aid olan xüsusiyyətlərdir. Gərək bunu deyərdim, üzülürsən. Flora bitki aləmi, fauna heyvanat, ezamiyyət səfərə göndərilmə, mükalimə iki şəxs arasında söhbət deməkdir, şövkətli, şərafətli deməkdir, kurqan süni təpə, sərdaba yeraltı qəbir, nə bilim vəsair hamısını oxuyun, yeçnəsək bənzər eynicisi deməkdir, təlqinlə təşviqə fikir verin, manqurta fikir verin, daha çox testə düşən sözlər var. Hamısı testə düşür əslində. Ümumiyyətlə deyirəm ki, yəni daha çox tələbələrimizin qarışdığı məqamlara barmaq bastıq. Yaxşımı? Bu oldu belə. Nədən danışırdım mən? Ona görə onu dedim ki, yəni bunu silirəm artıq. Çox mənalı sözlərdən danışırıq. Əksəriyyətimizin qaralı yeridir bu çox mənalı sözlər. Nə olan şeydir bu çox mənalı sözlər ki, bizi incidir? İncitməsin. Niyə incidir? Daha göz sözü. Göz sözü çox mənalı sözdür. Yaxud da, nə deyim?
Nə deyim? Elə göz deyim, sonra deyərəm. Yadımdan çıxmasa yaxşıdır. Göz. Eyni bir leksik məna ilə bağlı sözün müxtəlif törəmə mənaları var əslində burada. Məcazləşmə var biraz. Göz, insanın gözü var, düzdürmü? İnsanın gözü. Bir də var deyirəm ki, nə bilim, şkafın gözündən 2 dənə boş şkaf çıxart. Şkafın gözü. Gördünüzmü? Yəni bu insanın gözü, insanın təpəsində yerləşən ən xırda nöqtəsində, yəni görünən bir şeydən eyni anlayışı mən elə bir köçürtmə eləyib. Şkafın üzərinə köçürtmüşəm. Cümlə biraz qəribə oldu. Ayaq sözü yazaq. Ayaq sözü yazaq. Var yenə insanın ayağı, bir də var nə bilim deyirəm kəndin ayağında 2 nəfər söhbət edirdi, dağın ayağı və s. Yəni ən son nöqtəsi, son məntəqəsi bu mənadadır çox mənalı sözlər. Yəni çox mənalı sözlərin arasında məna tayı, məna yaxınlığı olmalıdır. Və unutmayaq ki, çox mənalı sözlər nə qələm dəyişdirim? Çox mənalı sözlər yalnız eyni nitq hissəsinə aid olmalıdır. Eyni nitq hissəsinə aid olmalıdır. Götürdüyümü təzədən bura qoyuram, köhnəni əlimdə saxlayıram. Çox mənalı sözlər eyni nitq hissəsinə aid olmalıdır. İndi bir-iki çox mənalı sözlər yazaq, daha yaxşı tutarıq. Məsəl üçün, könül sözü testlərdə bizə ən çox düşən variantlardan biri olur. Könül sözü bəli çox mənalıdır. Daha sonra qələm sözü çox mənalıdır. Qol sözü. Yenə yazdıq göz sözü. Ayaq sözü. Çox mənalılığa fikir verək. Birazdan lövhənin bu tayında, buranı da skrin eləyib, bir dənə ayrıca götürün, omonimlərə aiddir. Aha. Daha sonra indi çox mənalı və omonimləri paralel şəkildə izah edəcəm, amma bu hissəyə daha çox fikir verin. Könül, qələm, qol, göz, ayaq, yüksək, alçaq və sair sözlər, testlərdə də bunlar bizə lazım olan çox mənalığa aid sözlərdir. Çox mənalılıq təşkil edən sözlər dedik ki, eyni nitq hissəsinə aid olmalıdır. Yəni məna tayları eyni nitq hissəsi olmalıdır. Məsəl üçün, insanın qolu da isimdir, dağın qolu da isimdir, nə bilim, çayın qolu da isimdir. Dağın qolu deməzlər, çayın qolu deyərlər və s. Bu məqamlara fikir verin. Bu oldu bizim çox mənalılıq anlayışımız. Olsun nə? Çox mənalılıq anlayışı. Bizi incidən məqamlardan biri də amonimlərin çox mənalı sözlərdən fərqləndirilməsi hadisəsidir. Amonimlərin tərifi belədir ki, deyilişi və yazılışı eyni, məna tayları isə tamamilə bir-birinə zidd və əks olan sözlər qrupuna amonimlər deyilir. Amonim təşkil edən sözlər həm eyni, həm də müxtəlif nitq hissələrinə aid ola bilər. Dildə 3 məna qruplu sözlər var. Paronim, homograf, bir də var homoformlar. Homoform. Filolog olasan hecalayasın. Aha. Yorulmadınız ki? Yəqin ki, yox. Yorulursa özünüzə çaydan, qəhvədən süzün. Əsas işimiz hələ bunların üzərindədir. Bayaq danışdıqlarım hələ heç nədir. Paronimlər bir hərfə görə fərqlənən sözlərdir. Bu 3 dənələri deyir. Amonimlərdən seçin. Yəni bu paronimlər, homograflar, homoformlar omonimlər deyil. Bunları omonimlərdən bir dənə beynimizə yerdəki amonim deyil. Fərqləndirək. Paronimlər nədir? Bir hərfə görə fərqlənən sözlər paronimlər adlandırılır. Məsəl üçün, ya Allah, getdik. Mətin, mətin. Biri var, mətn olanda 4 hərfli bir şey. 4 hərfli bir şey nədir? Yəni, toparlayayım dənəm. Yazı parçası, yəni verilən şeyin bir parçası. Mətn. 4 hərfli olanda birinci odur. İmtihanda düşür ha bizə mətn, elə bir şey. Elə bir gülünç səhv elədim, özüm də güldüm. Mətn söz deyəndə isə, mətn də yəni iradəli, dözümlü olan bir insan mənasında. Aha, var məsəl üçün qəlb sözü, bir də var qəlb sözü. Qəlb saxta deməkdir. Hansı ki, indi mağazalara da saxta pullar təqdim edirlər, yəni elə şeylərdən uzaq durun. Bu olur qəlb, bir də var qəlb, bildiyimiz. Əmr sözü. Bir var əmr eləmək, bir də var əmr. Körpə süd əmr, yaxud da və s.
Belə. Bunlar oldu bir hərfə görə fərqlənən, yəni səslənmə baxımından eyni olan sözlər paronimlər adlandırılır. Omoqraflar isə vurğuya görə fərqlənən sözlərdir. O məşhur bildiyimiz o alma, alma. Bax, onlar hamısı buraya aiddir. Alma deyirəmsə, əmr eləyirəm, feildir. Alma deyirəmsə, deməli nədir? İsimdir. Vurğunu qoyacağım ikinci. Omoformlar. Omoformlar başlanğıc formasına görə fərqlənən söz qruplarıdır. Ya Allah, getdi. Məsəl üçün deyirəm ki, saçıma birə düşüb. Birə düşüb. Birə. Yəni saçma sözündə yazardım. Nəysə, belə bir birləşdirmə hadisəsi edeyim. Üzürlü sayım. Bunu da balaca yazmalıyam. Bir də deyirəm ki, 50 birə görə böyükdür. Belə bir cümlə yoxdur heç arada. Nəysə, siz yandırmayın. Əsas odur ki, mahiyyəti başa düşün. Saçma birə düşüb, bit düşüb. Allah uzaq eləsin. Burada olur, deməli, sadə söz. Amma deyirəm ki, 50 birə nəzərən birə görə böyükdür. Sözün kökü nədir? Burada bir sayıdır. Aydındır. Yaxud da məsəl üçün deyə bilərəm ki, əsgər yara almışdı, sözümü yara çatdır. Yəni orada da o anlayışlara fikir verəsiniz. Eyni minvaldandır, yəni eyni qəbildəndir hamısı. Bu şəkildə. İstəyirsə silməzdim gərə. Yurlusan, gərə silməzdim. Birə düşüb, bir də birə nəzərən. Nəzərən. Nəzarən nədir? Birə nəzərən. Deməli, bunları biz fərqləndiririk nəydən? Omonimlərdən. Omonimlərdən bunlar fərqləndir. Amonimlərlə çox mənalı bəzi şeylər, sözlər var ki, üst-üstə düşür ki, onlar həm omonimdir, həm çox mənalı sözlərdir. Həm omonim, həm çox mənalı söz. Ağrı, burun, boğaz, al, at, dolu, quru, inci, düz, kök, dil, qol, bel, üz, yol, sal, yar, almaq, soymaq, qaş və s. Bunların heç birini mən onu qeyd edeyim ki, heç bir tədris vəsaitindən yazmamışam. Testə düşən məqamlardır, özümün araşdırmalarımdır, qeydlərimdir. Yəni bunlar hamısı sizə lazım olacaq olan anlayışlardır. Məsəl üçün, bunlardan indi bir dərəsini götürək, nümunədə işlədək. Dil sözü. Deyək, necə həm çox mənalıdır, həm omonimdir. İnsanın dili nə olsun sonra? İnsanın dili Azərbaycan dili. Bunlar olur öz aralarında omonim. Amma insanın dili ilə hər hansı bir başqa ekvivalent mən ora əlavə bir mənalı söz tapıramsa, orada olur çox mənalılıq. Yaxud da qol sözünü bura götürə bilərik. Məsəl üçün, deyərəm ki, insanın qolu, dağın qolu, burada olur çox mənalılıq. Yəni, insanın qolu ilə qapıya vurulan qol olur omonim. Bunlara fikir verək. Deməli, insanın qolu ilə dağın qolu məna baxımından yaxın olduğuna görə oldu çox mənalı. Amma insanın qolu ilə qapıya vurulan qol mənası tamamilə bir-birindən ziddi əks daxil. Orada olur nə? Omonim. Birincidə oldu çox mənalı, burada oldu omonim. Belə. Bu cəhətdəndir o. Sonra yazmışam ki, həm omonimdir, həm deyirlər. Qatar, qurum, köklər. Bu şəkildə də testə düşür. Belə yadda saxlayın. Yəni ki, bunları vurğuya görə də fərqləndirə bilərəm. Belə deyilə bilərəm, elə deyilə bilərəm. Daha sonra eyni intikcəsinə aid omonimlər yazmışam. Məsəl üçün, sifət sözü, surət sözü, sifət. Deyirəm ki, sifət əsas nitq hissəsidir. Nə əsas nitq hissəsidir sifət? Bir də deyirəm ki, sifətim qara rəngdədir, ağ rəngdədir, qırmızı rəngdədir. Nə? Yenə oldu mu isim? Oldu. Sonra nə götürək? Kürək sözünü götürək. Bir var o qayıqdakı kürəklər, bir də var kürək, arxa. İkisi də olur isim. Yaxud da zərf sözü. Deyirəm, zərf əsas nitq hissəsidir. Nə əsas nitq hissəsidir? Zərf. Bir də deyirəm ki, zərfi yerə qoy, bağlamanı yerə qoy.
isim oldu. Aydındır. Bu deməkdir eyni nitq hissəsi, müxtəlif nitq hissəsi. Adətən uşaqlar, tələbələr testdə bunları görəndə məsəl üçün verir topludakı eyni nitq hissəsinə aid homonimləri seç, gözümüzü döyüb belə baxmamalıyıq. Mənanı birdən tutmalıyıq. Ya bunları əzbərləyin ki, bunların hamısını əzbərləmək mümkün deyil. Hamısını, yəni ancaq testlərdən biz tapa bilərik. Mənanı tutun. Yəni sözün məna taylarını geniş şəkildə fikirləşsək biz, əslində rahat olar bizim üçün. Müxtəlif nitq hissəsinə dair homonimlər. Məsəl üçün min, an, inci, dar, çaş, qarış, biz, tala və s. Yazmışam min. Deyirəm ki, min saydır. Nə? Bir də deyirəm ki, ata min. Əmr elədim, feil oldu. Yaxud da itmək mənasında bir var feil, bir də var it bildiyimiz isim. Nə deyək sonra? İnci sözü. Bir var inci, boynumuza taxdığımız, daha doğrusu qadınların boyunlarına taxdığı boyun bağı inci. Nə? İnci. Bir də var incimək, məstərdə. Orada da olur artıq müxtəlif nitq hissəsi. Yəni biri məna taylarından biri oldu isim, biri oldu feil. Bu deməkdir, yəni sözün homonimin eyni nitq hissəsinə aid olmağı, müxtəlif nitq hissələrinə aid olmağı. İzahlarımızın bu hissəsi daha çox yuxarı sinif şagirdləri üçündür, yaxud da MİQ və sertifikasiyaya hazırlaşan müdavimlər daha çox fikir versinlər bu məqamlara, çaşmayaq. Ən çox homonim olan sözlər yazmışam, çay, ağıl, bulud, var, çin, qoyun, ötmək, kərə və s. Hər şeyi doldurmuşum. Həm homonim, həm homoqraf olan sözlər, bayaqki nümunəyə aid, həm homonim, həm homoform olanlar, yenə yalnız homonim olan sözlər. Bunu hamı əzbər bilməlidir. Aşıq, onluq, hava, analıq, döyüş, alışqan. Bunlar ancaq homonim kimi işlənir. Bunları nə homoform, nə homoqraf kimi düşünmək olar, nə paronim kimi, nə çox mənalı söz kimi heç nə düşünmək olmaz. Yalnız bu sözlər homonim kimidir. Belə, homonimlər iki qrupa bölünür. Var leksik homonimlər, var qrammatik homonimlər. Leksik homonimlər əsas nitq hissələri ilə bağlı olanlardır. Məsəl üçün, səhərdən danışdığımız elə hər şey əsas nitq hissələrinə aid olan homonimlərdir. Qrammatik homonimlər isə köməkçi nitq hissələrinə aid olan ünsürlərdir. Çox və belə sözləri yazmışam. Daha sonra onları yazandan sonra qrammatik homonimlərdən bizə 4 əsas məqam var. Birincisi kimi sözüdür ki, söz deyək də, bəli. Əvəzlik və qoşma kimi işlənə bilir. Əvəzlik və qoşma kimi işlənə bilir. Məsəl üçün deyərəm ki, kimi yeyir, kimi oturur, kimi baxır və s. şəxs mənasındadır. Orada düzdürmü? Qeyri-müəyyənlik var. Bir də deyirəm ki, qoşma. Evə kimi məni güddü. Güddü, yəni güdmək mənasında. Evə kimi, nə bilim, yoruldum. Evə kimi qaçdım və s. Bunlar olur qrammatik homonimlər. Köməkçi nitq hissələrinin arasında da, yəni deyir, homonimlik var. Amma hansı homonimlik? Qrammatik homonimlik. Daş sözü. İsim və şəkilçili söz kimi yazmışam. Daş bir var, daş o bildiyimiz daş. Nə? Daş. Bir də var, şəkilçinin tərkibində vətəndaş, vətəndaş. Burada kökən nı daxildir, elə oldu. Burada da daş leksik şəkilçidir. Yaxşımı? Mənə ancaq sən kömək eləyə bilərsən. Ancaq. Fikrimi elə ki, bir qısalaşdırıram, bir məhdudlaşdırıram. Ancaq sən kömək eləyə bilərsən. Olur ədad. Mən gəldim, ancaq o gəlmədi. Amma mənasında işlənirsə olur bağlayıcı. Daha da yazmışam hal və zərf düzəldən şəkilçi kimi. Məsəl üçün, hal düzəldən şəkilçi kimi. Nə deyim? Evdə səni gözləyirəm. Bu olur yerlik hal düzəldən şəkilçisi. Bir də zərf düzəldən şəkilçi kimi də olur qrammatik homonim həmin verilən sözlə və s. Deməli, homonimlərdə bir də orada bir anlayış var ki, homonimlər başlanğıc forma əsasında tapılır. Elə bir anlayış var, orada da ona fikir verərik. Sonra yazmışam, homonimlərdən yəqin ki, bir şey qalmadı. Bunlara yaxşı-yaxşı çalışaq fikir verək. Bu sxemlərə. Düzdür, çoxdur bizi yorur. Amma bunları əzbərləməkdənsə daha çox çalışaq ki, başa düşək. Oldu mu? Bu hissəni artıq silin. Hadi yox, silməyim. Bu hissəni silməyim. Onun bizə elə də bir maneəçiliyi yoxdur hələ ki. Gəlib haqqında danışmalıyıq sinonimlər.
Deməli, sinonimlər deyilişi və yazılışı tamamilə bir-birinin əksi, leksik mənası ilə eyni və yaxın olan sözlərdir. Eyni və yaxud da yaxın. Sinonimlər iki qrupa bölünür. Var mütləq sinonimlər, var nisbi sinonimlər. Mütləq sinonimlər həmişə bir-birini əvəz etməlidir. Məsəl üçün, eynək, mənim taxtığım, maşallah, qələmlərimiz möhtəşəmdir. Gözlük, çeşmək. Bunlar hamısı nə olur? Mütləq sinonimlər. Mütləq. Yəni, bir-birini həmişə əvəz edirlər. Yaxud da insan, adam. Bunlar oldu mütləq sinonimlər. Bunlara dubletlər deyilir. Nisbi sinonimlər isə bir-birini həmişə əvəz edə bilmir. Ürək, qəlb sözü. Məsəl üçün, həkimə gedib qəlbim ağrıyır demirik. Da düzdür, nə deyirik? Ürəyim ağrıyır. Belə. Mütləq nisbi sinonim anlayışları bunlardır. Sinonim təşkil edən sözlər eyni nitqçəsinə aid olmalıdır. Bunun bir dənə fikir verək. Yəni, yaddan çıxartmayaq. Deməli, eyni nitqçəsinə aid olanlar həm çox mənalı sözlər və sinonimlərdir. Amonimlərdə nə dedik? Amonimlər isə müxtəlif nitqçəsinə aid olmalıdır. Yox, həm eyni, həm də müxtəlif nitqçəsinə aid ola bilər. Amma çox mənalı sözlərlə sinonimlər, birazdan da deyəcəm antonimlər, yalnız eyni nitqçəsinə aid olur. Bir dənə orada qaydanı pozan amonimlərdir ki, həm eyni, həm də müxtəlif nitqçəsinə aid ola bilir. Bu şəkildə sinonimlərdə elə də bir şey yoxdur əslində. Bir dənə də belə bir şey də deyə bilərik əslində. Məsəl üçün, deyə bilərik ki, sinonimin tərəflərindən biri sadə, digəri düzəltmə ola bilər. Məsəl üçün, eynək sadədir, sadə sözdür. Yəni, sinonimlik təşkil edən sözlərdən deyirəm, bir tərəfi sadə ola bilər, bir tərəfi düzəltmə ola bilər. Eynək sadə sözdür, gözlük isə düzəltmə sözdür. Oldu mu? Bir də deyirik ki, orada məsəl üçün, eyni köklü sözləri biz amonim kimi götürmürük. Məsəl üçün, kökü yəni eyni olan sözlər amonim nədir? Sinonim deyil. Məsəl üçün, fikirləşib, yaddan çıxmaq necə bir hissdir, əla hissdir və s. Bu məqamlara da fikir verək. Bir də sinonimlərdən danışarkən biz leksik sinonimlər və qrammatik anlayışlara biz fikir verməliyik. Məsəl üçün, kimi qədər olanda olur bizdə qrammatik sinonimlər. Məsəl üçün, deyirəm ki, evə kimi getdim. Burada oldu qrammatik. Evə qədər getdim. Yenə də oldu qrammatik sinonimlər. Leksik olanda da, yəni, deməli, əsas nitqçələrinə aid olmağı nəzərdə tutulur. Yəni, əsas nitqçələri bir-birini əvəz edirsə, deməli, orada da olur leksik sinonimlər anlayışı. Yəni, bizə sözlər verilə bilər əslində. Məsəl üçün, eyni köklülük dedim bayaq. Baməzə, məzəli. Ona görə deyir ki, şəkilçilərə fikir vermək lazımdır. Sözün kökündə eyniyyət varsa, yəni eyni bir kökdən düzəliblərsə, yəni onlar sinonimlik yaratmırlar. Bu qədər. Eyni şeyi birazdan antonimlərdə də deyəcəyik. Sinonimlərə başqa biraz da misal yazaq. Uşaq, oğul uşaq, məsəl üçün olur sinonim. Məsəl üçün deyir, oğul uşağımı görmək istəyirəm. Nədir? Oğul uşaq. Ürək, qəlb. Adam, insan. Və s. Bunları da bayaq qeyd elədik. Sadəcə yenə də deyək, təkrar biliyin anasıdır. Antonimlər. Antonimlər mənaca bir-birinə əks olan, zidd olan sözlərdir. Antonimlər. Və onu qeyd edeyim ki, dildə əslində sinonimliyin, antonimliyin çox olmağı həmin dilin funksional üslublarının zənginliyini bildirən anlayışlardır. Yəni, məsəl üçün, bizim dildə nə qədər çoxlu sinonimlər varsa, biz əslində sevinməliyik həmin şeylərə. Antonimlər də əslində deməli, eyni köklü sözlərdən düzələ bilməz. Yəni, bu tip sözlər bizdə
deməli, bura hələ keçməzdim, gəlim. Var bizdə deməli leksik antonimlər və var qrammatik antonimlər. Leksik antonimlər bütöv bildiyimiz o əsas nitq hissələrindən düzələnlərdir. Qrammatik antonimlər də şəkilçilərin hesabına formalaşanlardır. Hansı ki görürsünüz. Yenə kökü eyni olan sözlər antonim təşkil edə bilməz. Məsəl üçün basəfa, səfasız, basəfa, səfasız. Yəni bunlar antonim deyil. Amma bunlar qrammatik antonimdir, üzr istəyirəm. Yəni bunlar qrammatik antonimdir. Leksik antonimlər əsas nitq hissələri ilə bağlı olanlardır. Ona görə bunu yerin birinci deyəndə qarışdırdım. Leksik antonimlər əsas nitq hissələri ilə bağlı olanlardır. Qrammatik antonimlər isə şəkilçilər hesabına formalaşanlardır. Yəni bildiyimiz şəkildə. Amma kökləri eyni olan sözlər, deməli eyni olan sözlər nə sayılmır? Antonim sayılmır. Həmçinin inkarda olan sözlər antonim sayılmır. Məsəl üçün yaz, yazma, oxu, oxuma. İnkar şəkilçisi ilə də formalaşanlar bizdə